Qutarmır, bir evin işi qutarmır, dədəmin görə haqqı qutarmır. Evdə yaşayıram, yoxsa çayxana işlədirəm. Yeməyi pişik qutar, ondan sonra keş paltarlara. Ta paltarlı yeməkli, bunların hamısına bir təpik qoyub bir evdən çıxıb getməsəm, mən də dədəmin qızı deyiləm, ta bezmişəm, belə şey olarmaz. Ziyarım da yandı, pörşələndim təmiz. Zuhaynur niyə gəldi evdə, maz söz soxdu, çıxdı getdi. Mən də saldım mağmınlığımı, onun cavabını vermədim. Qoy birazdan gedib onun evində ağzını cırıb onun cavabını verəcəm. Bax belə ürəyimin təmizliyinə çala-çala, heç kimin cavabını vermirəm. Bax belə hayxıb, otuğub gəlib evdə mənim belimə minirlər. Təbii həmişə yaxşı kişi olduğuna bir sözünü deyirəm, pis ol. O donu da alıb geyinəcəm, nə olsun əynimə dardı. Kim nə deyir deysin, yox, ər xasiyyəti götürəcəm. 30 ildir dədəmin daxalında qal. Gəl bu itdə sabırda zulüm versin, axırda bunu geyinmə, onu geyinmə, bu dardı, o dardı. Az alıb geyinəcəm, heç dünya vecmə deyirsən Allah. Sağ demədim, o çaydan da gözün olsun. Görmürsən o çaydaşı tökülür qadın üstündə. Sən işkəs qalarsan, o qadın altın yeri bağla.